Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə evdə soba kababının və ləzzətli təzə kartofun sarımsaqla necə hazırlayıramsa onu paylaşacağım. Əvvəlcə kababı hazırlayaq. 2 kilo qoyun əti götürmüşəm. Yaxşı olar ki, qoyun ətinin qabırğa hissəsindən götürəsiz və əti yaxşı yuyub aşüzəndən suyunu süzdükdən sonra üzərinə duz, istiot, pul biber vururam və yaxşı-yaxşı ədvaları qatışdıram bir-birinə. Ondan sonra soba listinə yığıram və üzərinə hal-hazırda mövsümüdür, alça yığıram. Alça çox gözəl ətə tuş məzəlik verir və yağlılığını götürəcək və sobada əvvəlcədən qızdırılmış 220 dərəcədə bişirirəm. Və təzə kartofları da tərtəmiz yuyuram, qabıqlı-qabıqlı tavaya yerləşdirib üzərinə su tökürəm və tam yumuşaldıqdan sonra kartof tavanın qapağını açıram, duz əlavə edirəm, qapağını bağlayıb yenidən qatışdırıram və daha sonra gördünüz ki, kartof artıq suyu tam çəkilibdir. Onda kərə yağı əlavə edirəm və yağ təmiz əriyəcək. Yağ ərdikdən sonra kartoflar başlayacaq qızarmağa hər tərəfi və ən sonda sarımsaqla şüydü xırda-xırda doğrayıb kartofa əlavə edirəm və bu dəhşət dadlı bir təzə kartof alınacaq. İnanın, çox bəyənəcəksiniz və bu arada da ətim hazır olubdur. Süfrəyə təqdim edə bilərəm. Alça ətin yağlılığını götürür. Çox dadlı olur, çox ləzzətli olur. Mütləq bu üsulla hazırlayın. Hazırladıqdan sonra da mənimlə bölüşməyi unutmayın. Hələlik.